Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir feni təmirə gətiriblər. Dediklərinə görə də bir neçə dəfə də ustalarda olub. Problemi var indi orta, nəticəni bir yerdə izləyək. Açırıq, açmağa davam edirik. Demək, bu pəri kleylə bura qoyublar. Bu da kleydir. Pərin altına tük yığılıb. Burada nə varsa, hər bir şey yuyulacaq. Bu hissələr toz soranlanacaq. Bu hissəni də çıxartdıq. Bu qaydada dərmanladıq. Bir daha yuduq, qurumağa qoymuşuq. Kömürləri çıxartdıq. Demək, burada lüf əmələ gəlib. Demək, burada bu şayba qırılıb. Bunlar tükdür hamısı. Yakırın içindən çıxan tük. Bu prujin də qırılıb. İki yuduq spirtlə. Kömürləri yerinə qoyduq. Lüftü aradan götürdük. Pəri bərpa elədik. Dəmirdən sıxdığımıza görə qıraqları qaralıb. Bu qalınlığında tük yakırın içindən çıxdı. Bunlar hamısı qurudu. Bu mühərrik yastığı sərtdir. Bunun yerinə belə yumuşaq mühərrik yastığı qoyuruq və bu hissələrin hamısını yerinə qoyduq. Setkasına kimi tərtəmiz oldu. Vibrasiya yoxdur. Gücünü ölçürük. İstiliyi öz yerində. Soyduruq. Sonra söndürürük. Soydandan sonra söndürürük. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.